ölüm hadisəsi və sair söyüş Hər şey, hansı hər bəli. şey. Ona görə də içki, sərxoş edici içkilər, Doğru, həmçinin insanı hansı hala narkotik, salır, bəli, bu haqda. bunlar nədir? İnsanın peşmançılıqdır. Bunlar ailələrin dağılmasıdır. Bunlar ölüm hadisələrinin baş verməsinə səbəbdir. Və xüsusən də narkotik maddələrin zərəri isə içkidən daha böyükdür. Necə ki, alimlər qeyd edir, narkotik maddələrin zərəri demək içkidən daha böyükdür. Necə ki, bu barədə İbn Teymiyyə deyir. İbn Teymiyyə Siyasət-ü Şəriə kitabında deyir ki, yəni içki ilə narkotik arasında fərqi izah edir və bildirir ki, narkotik içkidən daha şərdir. Və bildirir ki, narkotik vasitələr içkidən ona görə pisdir ki, insanın ağlını pozur, əxlaqını korlayır, həmçinin insanın kişiliyini zəiflədir, yəni kişilik xüsusiyyətini zəiflədir. Həmçinin içki də belədir əslində. Çünki içkinin tərkibində olan alimlər hətta qeyd edirlər ki, bunu bildirirlər ki, içkinin tərkibində qadın hormonları var və kişidə eyni qadın hormonlarını artırır. Bu səbəbdən get-gedə kişiliyi zəiflədir və kişinin həyat yoldaşının şərəf və ləyaqətinə qarşı laqeyd edir. Çünki bəli, artıq buna bağlanır, asılı olur. İçki isə ona görə pisdir ki, onun içilməsi mübahisə və davaya səbəb olur. Lakin hər ikisində insanı Allahdan və namazdan uzaqlaşdırır. Və həmçinin də narkotik vasitələr insanı müflis edir, müflisləşdirir. Bəli. Yəni bunun asıllıq yaradır. İnsan ailəsinə qarşı laqeyd olur. Yəni biz bunun şahidi oluruq.